Əziz abituriyentlər, bu günlərdə sizin qarşınızda çox vacib bir sual dayanmaqdadır. Bu, universitet seçimi ilə bağlıdır. Azərbaycan Dövlət Neft Sənaye Universiteti olaraq biz də istərdik ki, sizə öz real nəticələrimizi təqdim edək. Düşünürəm ki, bu sizə seçimlərinizdə çox faydalı olar. Mən bu günləri sizə, siz niyə məhz Azərbaycan Dövlət Neft Sənaye Universitetini seçməlisiniz sualına cavab olaraq 10 əsas səbəbi göstərəcəm. Birinci səbəb, əlbəttə ki, universitetimiz 106 illik milli mühəndislik irsinə sahibdir. Bu da öz növbəsində çox geniş məzun platforması və eyni zamanda bir əsrdən artıq elmi potensialın tədris təcrübəsinin toplanması deməkdir. İkinci vacib səbəb, əlbəttə ki, akademik mühitdir. Biz inanırıq ki, müasir mühəndis praktiki yeni alətlərə sahiblənməklə yanaşı, eyni zamanda çox güclü nəzəri biliklərə malik olmalıdır ki, o araşdıra bilsin, kreativ ola bilsin, yaradıcı olsun. Bu mənada adın suda 46 professorumuz və 242 prosentimiz tədrislə məşğul olmaqdadır. Üçüncü vacib məqam əlbəttə ki, elmi tədqiqat və innovasiyadır. Ümumiyyətlə, ölkəmizin gələcəyi elmi tədqiqatlarla və innovasiyalarla bağlı olacaqdır. Bununla bağlı qeyd etmək istərdim ki, təkcə 2025-ci ildə adınızı əməkdaşlarının elmmetrik bazalarda 750-dən artıq məqalələri çap olunmuşdur, əsasən Scopus bazasında. Əziz gənclər, biz sizi ilk kurslardan elmi tədqiqat layihələrinə və innovativ müsabiqələrə cəlb etməyi planlaşdırırıq. Dördüncü, beynəlxalq əlaqələrlə bağlıdır. Adınızı çox geniş beynəlxalq əlaqələrə sahib universitetdir. Təkcə keçən semestr 150-dən artıq tələbəmiz dünyanın 10 universitetində beynəlxalq mübadilə proqramlarına göndərilmişdir. Biz tələbələrimizin beynəlxalq təhsil mühitində tədris almasını dəstəkləyirik. Beşinci, əlbəttə ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti sənaye ilə geniş əməkdaşlığı olan, sənayeyə bir addım yaxın olan universitetlərimizdən biridir. Universitetimizin 700-dən artıq müəssisə ilə müqavilələri və memorandumları vardır ki, onlar vasitəsilə hər il biz 3000-dən artıq tələbələrimiz üçün təcrübə proqramlarını təşkil edə bilirik. 6-cı, Azərbaycan Dövlət Neft Sənaye Universiteti həm də kompüter elmləri sahəsində, rəqəmsal texnologiyalar sahəsində çox geniş təcrübəyə malik universitetdir. Kompüter elmləri sahəsində dünyanın 451-ci universitetiyik. Bu, bizə imkan yaradır ki, universitetdə istifadə olunan bütün rəqəmsal texnologiyaları özümüz yaradaq. İstər bu günləri istifadə etdiyimiz LMS sistemi, istər kitabxanalarımıza tətbiq olunan rəqəmsal sistemlər bizim tələbələrimizin, bizim müəllimlərimizin məhsuludur. Biz sizi ilk kurslardan texnologiyaların yaradılmasına cəlb edəcəyik. 7-ci, bütün bu nailiyyətlərin nəticəsi əlbəttə ki, beynəlxalq müstəvidə də çox geniş tanınmaqdadır, yayılmaqdadır və bunun nəticəsi olaraq son 3 ildə universitetimiz dünya universitetləri reytinqində 600 pillə irəliləyərək hal-hazırda 711-ci yeri tutmaqdadır. 8-ci, Azərbaycan Dövlət Neft Sənaye Universiteti tələbələrimizin istər yerli, istər beynəlxalq innovasiya, startup, akselerasiya müsabiqələrində iştirakını təmin edir və tələbələrimiz bu layihələrdə çox uğurludurlar. 9-cu, bu məzunların məşğulluğu ilə bağlıdır. Universitetimiz ölkədə məzunların məşğulluq göstəricisinə görə lider universitetlərdəndir. Bunu biz demirik, bunu rəsmi rəqəmlərdir. Və nəhayət sonuncu, 10-cu olaraq onu qeyd etmək istərdik ki, universitetimiz keçmiş nailiyyətlərinə, bugünkü uğurlarına dayanaraq sabaha baxmaqdadır
inkişaf etməkdədir. Təkcə 2026-cı ildə bizdə 20-dən artıq yeni tədris laboratoriyasının istifadəyə verilməsi, eyni zamanda xaricdə öz doktorantura dissertasiyalarını müdafiə etmiş gənclərimizin tədrisə cəlb olunması nəzərdə tutulmaqdadır. Adanosu inkişaf edən bir universitetdir. Əziz gənclər, mən sizin hər birinizə seçimlərinizdə uğurlar arzu edirəm. Hər birinizi növbəti tədris ilində universitetimizdə görməkdən çox şad olaraq.